Is izada bir positive case-ə baxaq. Demək, birinci testdə businessman trip 1 düzdür. Çünki tərkibində mən və woman olan sözlərə ares yazılmalıdır. 1 doğrudur. İkinci testdə I didn't hear the policeman. Bayaq qeyd etdiyimiz kimi tərkibində mən olan sözlərə she's qəbul etmək olmaz. Ona görə 2 yanlışdır. Üçüncü testə baxırıq. Those researchers. Bilirik ki, those və these işarə vəzikləri özündən sonra cəm isim istəyir. Ona görə birinci tərəf doğrudur. İkinci tərəfdə report, sayılan tək isimdir. Bu da doğrudur. Bəzən uşaqların çaşdığı yerlər bu nüansdır ki, researchers cəmdirsə isim də cəm istəyir. Xeyr, bu tək də ola bilər. Tədqiqatçıların bir reportu ya da tədqiqatçının bir reportu. Bu hər ikisi doğrudur. Demək ki, üçüncü testimiz doğrudur. Dördüncü testdə digər bilirik ki, o sözlərdəndir ki, təki cəmi eynidir və bu sözlərə qətiyyən bitişik s yazmaq olmaz. Bitişik s cəmdə deməkdir, cəm olması deməkdir. Bu isə yalnız və yalnız cəmi s-də düzələnlərə aiddir. Bilirik, digər o isimlərdən deyil. Ona görə dördüncü testimiz səhvdir. Beşinci testdə Bill's and Pat's house. Əgər hər ismin bir s-i varsa, demək isim cəmdə olmalıdır. Məsələn, Bill'in ayrı evi, Pat'in ayrı evidirsə, demək ki, bunlarda isim cəm olmalıdır. Ona görə də 5 yanlışdır. Cavab olur 1, 3, C variantı.